Я принимал участие в массовых беспорядках. Düz 38 il əvvəl fevralın 27-sindən 28-nə keçən gecə ilə bu cür şaxtalı havada Sumqayıt erməni ekstremistlərin törətdiyi ixtişaşlar nəticəsində xaosa bürünmüşdü. 1988-ci ilin bugünü bu şəhərdə baş verənlər planlı və xüsusi senari ilə hazırlanan təxribat idi. Onların bu təxribat üçün seçdikləri şəhər təsadüf deyildi, çünki 83 millətin yaşadığı Dostluq və Gənclər şəhəri də eləməz Sumqayıt idi. Sumqayıtın keçmiş xalqlar dostluğu abidəsi olan ərazisi də bilərəkdən seçilmişdi. Sumqayıt hadisələrində ixtişaşların olduğu ən əsas qaynar nöqtələrdən biri də elə bura idi. Ekstremistlər Sürk küçəsinə toplanmışdılar. Şəhəri bürüyən səs-küy hər kəsi təlaşa salmışdı. Bu sadəcə insanların səsləri deyildi, həm də paytaxta məsafəcə ən yaxın şəhərə yeridilən zirehli texnikanın vahiməsi idi. BTR deyilən zirehli maşının biri buradan sürətlə keçəndə hətta 3 nəfər Azərbaycanlı onun altında qaldı. Zədələndilər, əzildilər. Həmin adamları da yerdən götürmək çətin idi. Bir avtobusun şüşəsini vurub sındırdılar. Təşviş yarandı, təlaş yarandı, qorxu yarandı. Əsas lazım idi ki, onlara hadisələr baş versin. Ki, sonra Qarabağı Azərbaycan tərkibindən almaq üçün əllərində dəstavuz olsun, bəhanə olsun. Ermənilər Sumqayıt qırğınlarını törətməklə həm də öz daxili siyasi məsələlərini həll etmək məqsədi güdürdülər. Bunu sübut edən tarixi faktlar da var. Təşkili olduğunun bir faktı da odur ki, Sumqayıt hadisələrindən dərhal sonra, 1-2 gün sonra Xankəndidə, o vaxtki Stepanakert artıq hazır bir abidə vardı, o qoyulmuşdu ki, Sumqayıtın erməni qurbanlarının xatirəsinə. Deməli, bu əvvəlcədən hazırlanmış bir plan idi. Azərbaycana qarşı başlıca məqsəd də Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycan Sovet Sosialist Respublikasının tərkibindən çıxarılıb Ermənistana qatılması idi. Bəli, cinayətlər əvvəlcədən hazırlanmışdı. Şəkillər, videolar və ölkəmizə qarşı təxribat xarakterli qarayaxma faktlar toplanaraq tez bir zamanda dünya ictimaiyyətinə ötürülmüşdü. Halbuki o dövrdə bütün bunları etmək heç də asan deyildi. Qısa bir müddətdə Ermənistanda yaşayan Azərbaycanlıların oradan çıxarılması üçün zəmin hazırlamaq və Azərbaycan haqqında dünya ictimaiyyətinə mənfi informasiyalar yaymaq SSR rəhbərliyi tərəfindən təşkil edilən və eyni zamanda icra edilən bir məsələ idi. Örtbasdır olundu və istintaq yarımçıq başa çatdı. Tarix heç vaxt sir saxlamır, bütün hadisələrin üstü açılır. İllər əsrlər əvəz etsə də heç bir cinayət cəzasız qalmır. Gənclər şəhəri isə hər il daha da gözəlləşir, müasirləşir. Amma ona edilən xəyanəti unutmur. Nigar Babayeva, Vahid Zalov, Telesəhər.